Alkanlar haqqında əsas məlumatlar. Alkanlar doymuş karbon hidrogenlərə aiddir. İkinci adları parafinlərdir. Parafin sözünün mənası azaktiv deməkdir. Bunların ümumi formulu CnH2 plus 2 kimidir. Endi də buradan birdən başlayacaq və ilk nümayəndəsi metandır. Bunlarda pirabitə yoxdur. Pirabitə olmadığından bütün karbon atomları və hidrogen atomları bir-birlə sigma rabitə ilə birləşmişdir. Pirabitə olmadığından bunlarda bütün karbon atomları sp3 birləşmə vəziyyətində olacaqdır və hibrid orbitalların sayı 4-dən götürüləcəkdir. Yəni biz 4-ü karbon sayına vuracaq. Qeyri-hibrid orbitalın sayı isə biz bilirik ki, hidrogenlərin sayı ilə pirabitən 2-yə hasilinə bərabərdir. Amma burada pirabitə olmadığından qeyri-hibrid orbitalların sayı hidrogenlərin sayına bərabər olacaqdır. Yəni 2n plus 2 kimi götürüləcəkdir. Həmçinin də bunlar karbonla karbon arasında olan rabitənin uzunluğu 0,154 nanometr götürüləcəkdir. Bunlar doymuş birləşmə olduğundan bunlar birləşmə reaksiyasına daxil olmurlar. Bunlar üçün əvəz etmə reaksiyası xarakterikdir. Bunlar H-xlor reaksiyaya daxil olmurlar. Xlorla reaksiyada işığın təsirindən gedəcək və əvəz etmə reaksiyası baş verəcəkdir. Bunlarda aqreqat halının haqqında məlumat vermək istəyirəm. Aqreqat halında deməli ilk nümayəndədən, yəni C1-dən C4-ə kimi olan alkanların aqreqat halı qazdır. C5-dən C17-yə kimi karbon sayı olan alkanlarda mayedir. C17-dən sonrakılarda isə aqreqat halı bərk halda olacaqdır. Bu qədər.